Sən burada təkcəsən, ailənizdən, yəni təkcə olan sənsən? Bəli. Qardaşın Bakıdadır? Yox, o Ukraynadadır. O Ukraynadadır. Şəhriyardır qardaşın? Yox, Şəhriyar mənim ikinci atamın birinci həyat yoldaşından olan. Mənim atamın iki həyat yoldaşı olub. Birincidən bir bacım, bir qardaşım var. Onlar Bakıdadır? Onlar Bakıdadırlar. Sağ ol. Mənim anam atamın ikinci həyat yoldaşıdır. Ondan mən varam, amma mən böyük oğlan. Okey, məndən sonra bir Şəhriyar var. Sonra da qardaşım var, Orxan. Münasibət var onlarla? Var. Bacımla yox, çünki bacım ailə qurdu, getdi. O bir müddət getdi, yoldaşı ilə Türkiyədə filan yaşadı. Sonra şey oldu. Yəni var, münasibət var, amma çox. Amma Şəhriyarla görüşürük gedəndə. Bura gəlməyiblər amma? Yox. Bura ancaq ana gəlib gedir? Bura ancaq anam gəlib gedir. Hə, çünki bura biraz gəlmək-getmək o qədər asan deyil. Yəni biraz belə deyək də, biraz viza işləmləridir, odur, budur. Ona görə də bura mən özüm gedirəm həm də ildə nə bilim 2 ildə bir ildə bir imkan olduqca gedirəm Bakıya. Onda gedəndə görüşürük. Amma Orxan Ukraynada olan qardaşımdır. Onlar Ukraynadadılar. Onlar Kiyevdə yaşayırlar.